18-50 yaşlılara iş var yoldaşlar. Mən sizə məhz 18-50 yaş aralığında olan vakansiyalardan bəhs etmək istəyirəm. Yəni bir neçə vakansiyadan bəhs etmək istəyirəm. Bir bəlkə də 7-8 dənə vakansiya var. Yəni vaxt itirmədən başlayaq. İlk öncə 18-25 yaşlı olanlar üçün olan ofis meneceri vakansiyasından bəhs etmək istəyirəm. Bu iş qeyd edim ki, təcrübə tələb eləmir yoldaşlar. Kompüter bacarığınız varsa bu işə müraciət edə bilərsiniz, amma xanım olmalısınız. Hətta ali təhsilli olmasanız da ola bilər. 450 manat pul verirlər Kaspian Biznes Centerdə. Bu yəni adı üzərində fikir verdinizsə sizdən çox dəyər də tələb eləmirlər. Yəni bilik və bacarıq gənclərə sərf edə bilər bu iş. 20-50 yaş aralığında olan şəxslər üçün olan işdən də bəhs etmək istəyirəm. Bu isə çörək şöbəsində təcrübəsiz işidir. Təcrübəsizlər üçün olan bir işdir yoldaşlar. Xanım və bəylər üçündür. Deməli, bu deməli Sarton Tortino mağazalar şəbəkəsindədir. Usta köməkçisi işidir. Gecə növbəsinə lazımdır. Çörək, bulka və xəmir hazırlaması işi. Yəni burada cins söhbəti yoxdur. Yəni həm xanımlar, həm bəylər müraciət edə bilər. Əsas məsələ 20-50 yaşlı olun, fiziki və psixoloji sağlam və ən əsası şəxsi gigiyeniyanı qoruyan olun. İnşaatçılar metrosu tərəfdədir. Axşam saat 10-dan səhər saat 7-yə kimidir. Başlanğıc əmək haqqısı da 500 manatdır. Bu ərazilərdə yaşayanlarla sərf edə bilər. 20-30 yaşlı şəxslər üçün də iş var. Misal üçün, perspektivli bir işdir. Planlama üzrə təcrübəsi işidir yoldaşlar. Mətanətdədir. Ali təhsil tələb edir, təcrübə tələb eləmir. 20-30 yaşlı olmağı tələb edir. Ofis proqramlarını bilməlisiniz və yeni proqramların öyrənilməsinə açıq olmalısınız. Diqqət etməniz gerəkən məqam budur ki, rus dili biliyiniz olmalıdır mütləq şəkildə. Belə bir özəlliyi var. Luxem Plazadadır. Belə bir yaş aralığınız varsa və bu sahədə karyera qurmaq istəyirsinizsə, mütləq müraciət etmənizi tövsiyə edirəm. Yəni, faydalı vakansiyalardan biridir. Daha doğrusu perspektivli işlərdən biridir. Təcrübəçi işi mətanətdə başqa sahə üzrə də var. O da təxminən eyni tələblər var. 20-30 yaş təcrübə tələb eləmir. Rus dili tələbi var. Sonra 50 yaşa qədər olan mühafizəçi işi var yoldaşlar. 50 yaşa qədər dekor dizayndadır bu mühafizəçi işi. Aylıq əmək haqqısı 500 AZN. Minimum 3 illik iş təcrübəsi tələb edir. Servislər yoxdur. Binəqədi rayonundadır yoldaşlar. 50 yaşa qədər şəxslər üçündür. Bundan əlavə 21-26 yaşlı şəxslər üçün şəxsi köməkçi işi var. O işdən də bəhs etmək istəyirəm sizə. Konsul şirkətində olmalıdır. Bəli, konsul şirkətindədir. Amma kişilər üçündür. 21-26 yaşlı kişi olmalısınız. Kim olmalısınız? Məsuliyyətli operativ biri olmalısınız və dinamik iş mühitində təcrübə qazanmaq və karyerasında inkişaf etmək istəyən məzun olmuş bir şəxs olmalısınız. Bundan əlavə gecə növbəsində xidmətçi işi də var yoldaşlar. Xidmətçi işi də var. Deməli, bu xidmətçi işi Burger King restoranlar şəbəkəsindədir. Xidmətçi işidir. 20-50 yaşlı şəxslər üçündür. Gecə növbəsindədir. Saatlıq əmək haqqısı var. 2 manat 54 qəpik. Restoranda mövcud olan avadanlıqlar görürsünüz. Adı üzərində, yəni təmizlik işidir bir növ. 19-45 yaşlı şəxslər üçün də iş var. 600-650 manatlıq fəhli operator işidir. Mebel istehsalı sahəsində müxtəlif işlər görürlər. Forihella şirkətindədir. Bundan əlavə 22-35 yaşlı şəxslər üçün olan vakansiyadan da bəhs etmək istəyirəm. Bu Bakı metropolitenindədir yoldaşlar. Hərəkət xidməti üzrə peşə təcrübəsi proqramıdır. 3 aylıq bir nəzəri və praktiki biliklərlə zəngin bir intensiv təlim keçirirlər sizə. Aylıq əmək haqqı da verirlər təcrübə dövründə. Belə bir iş fürsəti də var. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da ümumiyyətlə digər işlərdən də tanış olmaq istəyirsə, bir sözlü iş tapma fürsətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz.